Bugün sizlərə ətraflı yazıdan hidrogen oksigen su bölməsinin 10 testini izah edəcəm. Bizə birinci testdən başlayaq vaxt itirmədən. Deyir, mis oksid və misdən ibarət qarışıqdır. Hər ikisi 1,7-25 qramdır. Mən qarışıqda bilmirəm. Buna x mol deyirəm, buna bir y mol deyirəm. O zaman qarışığın kütləsində 80x üstə gəlinsin 64 y bərabərdir 25 olur. Deyir, artıqlaması ilə götürülmüş hidrogenlə reaksiyasına alınan suyun miqdarı 4,5-dir. Deməli, buradan nə edə bilərik? Biz bilirik ki, mis oksidlə hidrogen reduksiya etdikdə mis metalı çıxır, bir də su alınır. Görürəm ki, 1 mol mis oksid reaksiya daxil olduqda 18 qram su çıxır. Bəs x mol mis oksid reaksiya daxil olsa 4,5 çıxır. Buradan x bərabər 0,25 mol edir. Gətirib 0,25 molu burada yerinə qoysam, o zaman 80 vurulsun 0,25 üstə gəlsin 64 y bərabərdir 25. Buradan da həll elədikdə biz burada 20 qram deməli edir var deməli qarışıqda hesablamadan sonra. Lap belə eləyə bilərik də 0,25 mol mis oksidindirsə 80'ə vurduqda 20 qram mis oksidin payıymış. 5 qram da misin payıymış. Bizə deyir ki, qarışığın tərkibində mis oksidin kütlə payını hesablayın. Qarışığımız deməli omega bərabərdir 25'dir. 20'ni bölürəm 25'ə vururam 100'ə. Buradan biz alarıq deməli 80%. Bu birincinin cavabı idi. Reaksiyadan sonra bərk qalığın kütləsini qramla hesablayın deyir. Reaksiyadan sonraki bərk qalığın kütləsi dedikdə, deməli 5 qram mis var idi. Buradan bir tapmalıyıq, görək nə qədər mis alınır. Məsələn, mis oksid reaksiyasından mis alınıb da. Görürəm ki, 80 qramından 64 qram mis alınıbsa, 20 qramından nə qədər mis alınır? X bərabər 16 qram. 5 qram da əvvəlcədən var idi. Etdi nə qədər? Deməli 16 plus 5 qram bərabərdir 21 qram bərk qalıq var reaksiyadan sonra. Gələk nömrəli sualımıza. Burada bizə deyir ki, azotla hidrogen qazı var. Hansı ki, bunlar azot və hidrogendən ibarət qaz qarışığının reaksiyası zamanı azot tam reaksiya daxil olur. Deməli, hidrogen azot üstə gələk 3 mol hidrogen alınır 2 mol amoniak. Burada deyir, qaz qarışığının ümumi mol miqdarı 21'dir. Reaksiyadan sonra qarışığın ümumi mol miqdarı olubdur 15. Əvvəlki qaz qarışığı 21'dir. Üstündən 15 molu çıxıram ki, görüm nə qədər itki var. Burada 6 mol itki olur. Hər zaman yadınızda saxlayın. Azot və hidrogen qaz qarışığının əvvəlki molundan sonraki molunu çıxıb aradakı kütlə mol dəyişməsi həmişə amoniakın molunu göstərir. Deməli, onda buradan 6 mol amoniak alınıb. 6 mol amoniak alınıbsa, deməli, 3 mol azot sərf olub. 9 mol da hidrogen sərf olub deməlidir. Bizə deyir, hidrogen neçə faizi reaksiya daxil olmuşdur. Bizə qeyd edir ki, azotun hamısı reaksiya daxil olub. Deməli, əvvəlcədən o 21'in 3 dənəsi azot imiş. 21'dən 3 çıxanda 18 dənəsi hidrogen imiş. Deyir, hidrogen neçə faiz reaksiya daxil olubdur? 18 idi hidrogen, 9'u reaksiya daxil olub. Deməli, 50% reaksiya daxil olubdur. Və reaksiyadan sonraki qaz qarışığında amoniakın həcm payını tapın. Biz aradakı fərqə görə tapmışdıq ki, 6 mol amoniak var. Bu zamanda 6'nı 15'ə bölüb 100'ə vursam, bunlar 3 ixtisar getsə 2, burada 5, burada qalır 20, axırda da tapıram 40% olmuş olur. Bu da oldu ikinci. Gələk üçüncü sualımıza. Üçüncü sualda qeyd edir ki, hidrogen və oksigenden ibarət 64 qram qaz qarışığına 7 mol oksigen əlavə etdikdə güruldayıcı qaz alınır. Güruldayıcı qaz 2 həcm hidrogen, 1 həcm, yəni 1x qədər oksigendir. Bunların kütlə nisbətlərini tapsaq, 4x qədər hidrogen plus 32x qədər oksigen var. Yəni, cəmi güruldayıcı qazın kütləsi 36x-dir. Bu 64 qramdır. Üzərinə 7 mol oksigen əlavə edilib. 7'ni vurmalıyam 32'yə. 14,
1 yadda 3 dəfə 7 21 224 üstə də gəldim 224 36x bərabərdir. Bununla bunu topladıqda edəcəkdir 288 36x bərabərdir 288. Buradan x-i tapsam buradan x çıxır 8. X-i tapdıq 8. Deməli qarışıqda x-i yerinə qoyanda 16 mol hidrogen var imiş. 8 mol oksigen var imiş. Amma bunun 7'si sonradan əlavə edildiyinə görə əvvəldən 1 mol oksigen var imiş. Əvvəldə 1 mol imiş. Sonradan 7'si əlavə edilib. İndi bizə nə deyir? Deyir ilkin qarışıqda neçə qram oksigen olduğunu tapın. İlkin qarışıqda 1 mol, yəni 32 qram oksigen var. Alınan qaz qarışığının ümumi mol miqdarını hesablayın deyir. Alınan qaz qarışığının ümumi mol miqdarı isə 16 mol hidrogen, 8 mol da oksigen toplayanda 24 mol qaz qarışığı olmuş olur. Növbəti 4-cü suala baxaq. Bizə burada deyir ki, natrium hidrit üstə gəlin natrium hidrit və kalsiumun kütlələri bərabərdir. Su ilə reaksiyasından alınan hidrogenin mol miqdarı. Gəlin yazaq natrium hidrit, ox qoyub hidrogen alsam, bura bir 2 yazaram. Sonra kalsiumdan mən nə qədər ala bilərəm? Deməli hidrogen alaram 1 mol. Su ilə reaksiyasından. Deyir hidrogenin mol miqdarı 1,6-dır. Mən məsələn bilmirəm. Burada nə qədər istifadə edilibdir? Hidrogen və sair və yaxud da başqa bir şey. Bütöv reaksiyanı yazası olsam, gəlin reaksiyanı bütöv yazım. Natrium hidrit üstə gəlinsin H2O, alınacaq hidrogen üstə gələk natrium hidroksid. Burada əmsallaşdırmağa ehtiyac yoxdur. Mən buradan nə görürəm? Görürəm ki, bir də kalsium yazım. Kalsium üstə gələk H2O, alınsın kalsium hidroksid plus hidrogen. Hidrogenden başqa məncə suyun qabağına bir 2 yazsam düzələr. Tənasibi qurası olsaq, natrium hidritin də kütləsi M-dir. M olanda bilmirəm, bir A qədər hidrogen ayrılır deyək, A mol. 24 qramından 1 mol alınır. Sonra 40 qram kalsiumdan 1 mol alınır. M qramından B mol alınır. Belə şəkildə bir tənasüb çəkdim. Bunu birdən belə ayıraq ki, qarışmasın. İndi mən nə edəcəm burada? B'yi, A'yı tapsam, A nəyə bərabər olmuş olacaq? M bölünsün 24'ə. B nəyə bərabər olmuş olacaq? M bölünsün 40'a. Mən A ilə B hidrogenin moluna demişəm. Onda M plus 24 ilə daha doğrusu M bölünsün 24 ilə M bölünsün 40'ın cəmini 1,6'ya bərabər eləyib. Buradan həll eləsəm, axırda mən M-i həll elədikdə alıram 24. Deməli M 24 imiş. Məndən M-i və əmələ gələn natrium hidroksidin kütləsini tapmağımı istəyir. Natrium hidroksidi tapdıqda isə M 24 idi. Elə buradan 24'dür. Alınan natrium hidroksidin kütləsi 40 qram olmuş olacaqdır. Növbəti. Gələk neçənci sualımıza? 5-ci sualımıza. 5-ci sual necədir? Deyir ki, oksigenin laboratoriyada alınmış sularından biri aşağıdakı kimidir. Baş verən reaksiyanın tənliyini yazın və əmsallaşdırın. Kalium permanganatın parçalanma reaksiyasıdır. Bunu yazdıqda əsasən 2 mol kalium permanganat götürülməlidir. Kalium mangan O4 parçalananda alınır kalium 2 mangan O4 üstə gəlinsin mangan O2 plus O2 bu şəkildə olur. Reagent və məhsulların sayına görə reaksiya növünü və oksidləşmə məhsulunun kimyəvi formulunu müəyyən edin. Burada biz görürük ki, necə deyərlər, parçalanma reaksiyadır, tipinə görə parçalanır. Və burada oksidləşmə məhsulu da oksidləşib kənara çıxan maddəmiz isə oksigendir. Vəssalam. Bir də bizdən nə olunur? Oksidləşmə məhsulunun kimyəvi formulunu yazmamızı istəyir. Oksidləşmə məhsulu da oksigendir. Sonra növbəti gələk 6-ya.
Deyək ki, kalium permanganatın parçalanması verilib. Burada duzun kütləsi M, oksidin kütləsi M-11, oksigen isə M-dir. Deməli, normalda reaksiyanı geri qaytaraq. Burada mən görürəm ki, duzun budur da, duz. Manqan O2 də budur. Aralarındakı fərq 2 dənə kaliumdur. 2 dənə kaliumun kütləsi. Bir də 2 dənə oksigenin kütləsidir. 39-u vurmalıyam 2-yə. Və yaxud da heç tənasüb quraq. Kalium permanganatın emerini hesabladıq. Deyilir 197. Manqan 4 oksidin kütləsi eləyir 87. Bura M qoyanda, bu da N-11 olur. Buradan tənasüblə hesablasaq, biz M-in qiymətini taparıq 19,7. M-i tapdıqdan sonra biz nə edəcəyik? N-i tapmağımızı istəyir. M-in qiymətini tapdıq. N-in qiyməti isə alınan oksigendir. Mən görürəm ki, buradan tənasübdən 87 qram, məsələn, və yaxud da 197 də götürə bilərəm, fərqi yoxdur. Kalium permanganatın kütləsi 197 qram alındıqda oksigen 32 qram alınır. Bəs 19,7 qram M götürüldükdə o zaman bu nə qədər alınacaqdır? Buna da bir A deyək. Burada daha doğrusu özü verib N-dir. N də bərabərdir. Olacaqdır 3,2. Bizdən N ilə M-in qiymətini istəyir, hesabladıq. Sonra gələk 7-yə. Deyək, sınaq şüşəsində 17 qram natrium nitrat dozu, parçalananda natrium nitrit plus O2 əmələ gəlir. Buralara bir 2 yazsaq və salam düzəlir. Deyir ki, burada 17 qram bu parçalandıqda baş verən reaksiyadan sonra qabda 14,6 qram bərk maddə qalır. İlk öncə biz burada 17-dən çıxmalıyıq 14,6 ki, görək kütlələr arasındakı fərq, azalma nə qədərdir? Buradan alıram 2,4 qram azalma. Azalmaya səbəb olan oksigendir. Gətirib yerinə qoysam 2 vurulsun 85 qramda parçalanan zaman 32 qram azalma olur. Bəs nə qədər götürsəm burada 2,4 qram azalma baş verər. Buradan x-i tapıram 10, 12,75. Məndən nə istəyir? Deyir, duzun neçə faizinin parçalandığını və alınan duzun normal şəraitdə həcmini litrlə hesablayın. Alınan qazın normal şəraitdə litrini. Deməli, birinci istədiyi nədir? Mən tapdım ki, 17 qramın 12,75-i parçalanıb. Bunu faizlə tapanda, 17 neçə faizi deyəndə 75 faizinə uyğun gəlir. İkinci isə qazın 2,4 litri bölmə birinci neynəməliyəm? 2,4-ü 32-yə bölüb, sonra 22,4-ə vurmalıyam ki, litrə. Görüm nə qədər eləyir? 1,68 litr oksigen etmiş olur. Sonra gələk 8-ə. Yenə bizə maqnezium oksid verib, bir də mis oksid verib. İkisinin bir yerdə ümumi kütləsi M-dir. Reduksiyasına sərf olunan hidrogenin mol miqdarı 0,1-dir. Biz burada deməli bunları bir-bir hidrogenlə reaksiya aparmalıyıq. Maqnezium oksid üstə gəlinsin hidrogen alınır maqnezium plus su. Sonra mis oksid üstə gəlinsin hidrogen alınır mis plus su. Hər zaman 2 dənə reaksiya verdikdə çalışmalıyıq ki, biz bunları sistem tənliyə gətirək. Məsələn, mən burada nə edəcəm? Bunun kütləsinə bir x desəm, bunun kütləsinə bir y desəm, bilmirəm axı nə qədərdir. Sonra buna x qədər hidrogen, buna da y qədər hidrogen sərf olunsa, yaza bilərəmmi? Sərf olunan hidrogenlərin mol miqdarı x plus y bərabər 0,1. Onda mən maqnezium oksidin kütləsinə deyəcəm, kütləsi nə qədər eləyir? 24 üstə gəlinsin 16. Və yaxud da heç bu oksidləri deməyimə ehtiyac yoxdur. Alınan metalların kütləsini verib də. Onda x mol qədər bu alınacaq, y mol qədər bu. O zaman 24x maqnezium, 64 y də
mis, bunlar da bərabərdir 4,4. Buradakı sistem tənliyi həll etdikdə x-a çıxır 0,5, y-a da çıxır 0,5. X-la y bir-birinə bərabərdir. X-la y bir-birinə bərabərdirsə, o zaman mən m-i tapdıqda nə edəcəm? Deməli, 40x-i, buna x mol demişəm, buna y mol demişəm axı. 40x üstə gəlinsin. Sonra mis oksidin kütləsi 80y bərabərdir m. Gətirib x-dan y-i burada yerinə qoyduqda m-in qiymətinə çıxır 6. Bizə deyir ki, m-i hesablayın 1. Bir də alınan suyun kütləsini hesablayın. Alınan su x mol burada su alınır, y mol su burada alınır. Biz burada nəticədə nə etməliyik? 0,1-i bununla bunun molunu toplayanda 0,1-i vurmalıyam 18-ə. Buradan da 1,8 qram su da alınmış olur. Növbəti keçək 9 nömrəli sualımıza. 9 nömrəli sual qəbul imtahanında görülə biləcək sual tiplərindəndir. Bizə deyir 40 litr oksigen reaksiya daxil olur. 30 mol qaz qarışığı alınır. Burada 40-dan 30-a gəlib aradakı fərq həmişə, məsələn, ozondan oksigen 3 mol götürüldükdə 2 mol nə alınmış olur? Ozon alınmış olur. 1 mol azalma var. Deməli, 1 mol azalma var. 1 mol azalmada 2 mol belə deyək də, ozon alınır. O zaman 40-dan 30-a gəlib. Nə qədər azalma var? 10 mol azalma var. Bəs 10 mol azalmada nə qədər ozon alınar? 20 mol. Deməli, bu 30-un 20 litri, yəni 20 molu ozonuymuş, 10 molu oksigen imiş. Deyir, oksigenin neçə faizinin ozonlaşdığını müəyyən eləyin. Nə qədərini ozonlaşdığını müəyyən eləyək. 20 bu alınanda 30 bu alınır. 40-ın 30-u, yəni 75% ozonlaşıb. 40 deyək də 30-u ozonlaşıb. 30-u bölürəm 40-a, vururam 100-ə, eləyir 75% ozonlaşıb. Sonra isə məndən nə istəyir? Deyir ki, alınan qaz qarışığında ozonun kütləsinin oksigenin kütləsindən neçə dəfə çox olduğunu tapın. Ozonun kütləsi burada nə qədərdir? O 20 moldur, kütləsi 48-dir. Sonra oksigenin kütləsi 32-dir, molu 10-dur. Bunların bir-birinə nisbətini tapdıqda isə 3 qiymətini alırıq. Deməli, ozonun kütləsi oksigenin kütləsindən 3 dəfə çoxdur. Gələk 10 nömrəli sualımıza. 10 nömrəli sual da çox maraqlı sual nümunələrindəndir. Artıq bu vərəqə ehtiyacım yoxdur. Bu hissə bitdi. Deyir, 10 mol hidrogen və 10 mol oksigendən ibarət qarışıqda baş verən reaksiya nəticəsində oksigen 40% reaksiyaya daxil olarsa. Deməli, yazıram hidrogen, üstə gəlsin oksigen, alınır 2 mol su. Bunlar başlanğıcda hər ikisi 10 mol. Başlanğıc sərf və tarazlıq qeyd eləsəm, hər biri 10 mol reaksiyaya daxil olub. Bizə deyir ki, oksigenin 40% reaksiyaya daxil olub. Yəni, oksigen 4 mol reaksiyaya daxil olanda hidrogenin 8-i daxil olur. Su 8 alınır. Burada 6-sı qalır, burada 2-si qalır. Deyir, reaksiya nəticəsində alınan suyun kütləsini və reaksiya daxil olmayan qazların ümumi miqdarını müəyyən edin. Reaksiya daxil olmayan qazların ümumi miqdarı 8 moldur. Reaksiya daxil olmayan qazların ümumi molunu tapdıq. Bir də reaksiyadan alınan suyun kütləsini istəyir. 8 mol suyun kütləsini də tapanda 8 vur 18. Bu da bizə verəcəkdir 144 qram su. Bu da 10 nömrəli sualımızın izahı.